Salam aleykum bratva. Bugün gelmişik Əlişqana. Həcinin 11-ci obyekti var idi. 8 noyabr prospektindeki restorana. İndi bəziləriniz yəqin bilmirsiniz, bəziləri bəlkə bilir. Ha, burada karoçi həc obyekti bağlayır. Salam aleykum qacı. İzmini əlimdə mikrofon kəllə-kəllə. Hoppa. Nətərsən? Maşın qoymuşam satdığa. Hansı maşını? Galenwagen. Yaxşı, Galenwagen qardaşlar. Ha. Bizim də gəlməyimizin məqsədi. Əli reklam dövrə bu. Bilirəm, qardaşlar. Biz sizə artıq əziyyət vermək istəmirik. 8 noyabrdakı obyekt, meydan hesabı ilk açılan obyekt artıq fəaliyyət göstərmir. Nazvanya yoxdur, niyə? Çünki Yetişdirmirsən? meydan yoxdur burada. Çünki həci bu meydanda artıq yoxdur. Həci ancaq neçələrdəki meydandadır. Yalnız Bir orada. dənə meydan qaldı. Hə, bir dənə meydan qalır. Yəni Allah hamı Səbəb. ruhsun versin. Bax, düzün deyin. Səbəb. Səbəb vurduq altına. Ha, ağzın yüz telefonkadır. Zilyonka de tort yemişəm. Yaşıl tort. Ya, Dişlərim də yaşıldır ala. Arada bir də ağzı yürü, hə? Sər-sər tort yiyir ala bu. Biz indi əli ilə qonqaya çıxırıq. Hə? Neftçilərə kim birinci satıcı? Ay səni. Zarafat edirəm, qaylar elə yolda saxlayır. Starik zarulyom. Da, конечно, всегда зарываем старик. Ya mən də əyləşim də nəsə istidir. Bu nə sidiyini də? Bax, qısadır burada. Bir dağılır. Karoçi bratva, qeyri neftçilərə. Neftçilərə gedirik Allahın izni ilə. Dedik görək orada necədir. Mən orada yoxam, sonra deməsinlər ki, bunlar hazırlaşıblar. Tofiq üçün belə edeyim. Hacı, Yandırım səni. Kitayski maşının kondisioneri yaxşı işləmir deyir. Onu biraz aşağı eləmə, özün onu yuxarı elə ki, üzlərinə vurursun. O, yəni üzə olmaz əslində kondisioner. Sigando. 2 dəqiqə sərinir. Gedir, çəkiliş. Əlbəttə ki, Ha? həri, online. Sigara çəkirdin, hə? Deyirsən, ha? Sənsi kondisioner. Su alsın da. Mən də fırladım. Valla bu neyinə, ha? Akkuratlı sür. Sür, nə də var, sür. Sən qazeldir, gəl bax. Qazel də prama gəldi, girdi. Sağ ilişqə. Allah qəbul eləsin. Olursa. Əlişqə öz maşınla getdi. Все, гаджи, поехали! Жми на газ! Давай! Али, лузер! Hoppa, hoppa! Oo! Mən bağlıyorum. Remeni bağla. Ucu gördülər. İştirak. Nə deyə bilərsən Hacı? Ümumiyyətlə, bu obyekti bağlayırsan, yəni. Nə? Nəsinə Tofiq, yəni burada pis bir şey eləməmişəm mən. Yəni sən deyim, mən biznesimi genişləndirmək istəyirəm. Hə. Prosta bu ilə genişlənmir də, yəni balacadır, çoxun narahatsız edir. Şey, yəni sənə uyğun deyil də, yəni kişilərin arasından ailə ilə keçirik, dedik. Hə, belə şeylər. Ha, ona görə mən Atdenlə bir şey istəyirəm ki, ailəvi Atden olsun. Neftçilərdə rahatdır da. İçəri daxil olan kimi solda kişilər, sağda oca ailə, qadınlar. Hə. Yəni Amma sən burada obyekt alın. özü belə pis obyekt deyil. Yəni kimsə götürmək istəsə götürsün. Yəni mən də ora bir xeyli əziyyət çəkmişəm. Aslında sürü zaten hər şey işləyir. Yəni işləmək üçün kimsə içki satır, mən satmıram axı. Hə. Ivanovic zaten yəni Əslində içkisiz, içki satmayan da obyekt işlətmək biraz çətindir. Amma Allah hamı olsun, versin biz də olsun. Həcə istəmir də ondan xeyir. Xeyir qazan, hə, mən içkidən xeyir qazanıram. Hə. Həcə sabrəmənlidir, amma yəni də belə şeyləri var da yəni. İstəmir. Yaxşılıq eləyir, nəzir verir, bilmirəm. Elə panyasiyaları öz yerində. Amma laf belə Nə? baxanda çoxu hələ bilir ki, yəni mən axund deyirəm bəs. Axund deyil, Hə. molla deyil. Yəni mən həcə getmişəm, Allahın əmri ilə getmişəm ki, Allah deyir gedir. yox, insansan, yəni fərqi nədir? Adam var, namazını qılır vaxtında. İnsanlığa qalsa, yəni insanlıqda heç bir şey deyil. Kommentariya yazmamışdı balaca uşaqlara. 8 yaşlı qızıma yazıb, 6 yaşlı Əlin oğluna, Faikın oğlu var, Yusif 10 yaşlı.
götürüb belə mındar şeylər yazırlar ki. Mındar adamlar. Ha, baxırsan üstündə belə yəni ərəbcə sözlərdir, nəsə belə dini. Ona görə heç bir aidiyyəti yoxdur. Əsas Yox, biz- insanlıqdır. İndi təmiz danışaq. Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm mənim hörmətim hamıdan seçilməlidir, yəni yaxşı tərəfdən. Biz o deyil ki, indi bax bizim geyimimizdə, keçimimizdə, davranışımızda, yəni danışığımızda dil bilmək ayıb deyil, dil bilmək nabarad yaxşı əməldir, gezmək yaxşı əməldir. Yəni Allah deməyib də məni tanı özünü türməyə sal da, yəni evdə özünü həbs edəcəkən ki, yox bu belədir, bu belədir, bu belədir, yox. Nabarad sən nümunə olmasan, bir müsəlman kimi nümunə olmaq hər müsəlmana yəni nəsib olmur da, yəni var indi bizim ağalar var, axundlar var, yəni çox insanlar var ki, onlar nümunədir. Biz nümunə ola bilmərik də, biz o nümunə olmaq üçün bizim savadımız çatmaz, bizim elmimiz çatmaz. Savad, əsas Mən bir savad. tanışım var idi, yəni məndən çox yaşda böyüdü. Mənə qayıtdı, dedi ki, o da ərəb dilini təmiz bilirdi, oradır. Dedim, bu həzimun niyə belə şeyləri özün dərinliyə gedirsən? Dedi, bax, bəziləri, məsələn, onun qayını axund idi. Dedi, bax, bunun işi budur, axunddur. Mənsə başqa yerdə işləyirəm, evimə ruzu qazanım və ibadətimi edirəm, mənim işim budur. Mən yəni heç kəsə öyrət nəsiyyət vermirəm də, ancaq işləyib ailəmi dolandırıram və burada Allahın əmrlərini yerinə yetirirəm. Bəzi halda insanlar bizdən, biz sən nə gözləyim? Mən istərdim elə bir insan olum, amma Allah mənə nəsib eləməyib də, mən nümunə olum, yəni din barəsində, İslam barəsində. Yəni, mən o təbəqədə deyiləm də. Həm də işimə uyğun deyil axı. Hə. Yəni restoran Yox, söhbət işimə uyğun deyil, mən o təbəqədə olsaydım, ona uyğun işimi qurardım. təbəqə. Hə. Yəni, mən o dərəcəyə çata bilməmişim Nə kimi adam var yanında. O kimi insan, bir dostum kimdir? Söyürəm hər dəfə. Neyini? Hə. Ona Güllahdılar, sən şey. elə bildim maşını kimsə belə vurdu. Kimsə qulşet edir. Quluşit elə Yəni Allahın izni ilə hər şey qaydasındadır. Biz şikayət eləmirik, valla. Biz ümumilikdə olan şeyləri danışırıq. Bəzi insanlar çox başa düşür bizi, yaxşı başa düşür. Yəni demək çirkinlikdir, and olarlar, biz onu deməmişik, heç göstərməmişik də. Yəni yeri gəlir yardımımızı edirik, yeri gəlir valla çox insan yanında oluruq, çox insanın yəni dərdində şərik oluruq. Valla amma hamı biri mənə yazıb ki, Allah sənin bəlanı versin, mən deyə acından ölə. Deyirəm, Allah mənim bəlamı niyə versin və sən acından... o Hə. Lora dilində Hınyiloy adamlardır. O başqa sözü yoxdur. Valla indi... Onlar hamısı kübüb öləcəklər. Mən sənin üçün neyə bilərəm? Sən acından ölməmək üçün get işlə, çalış, vurış da, yəni... Biz səndən acından ölürdük də o karantin vaxtı. Valla Yəqin bir ki, adamdan da pul istəmədi ya. yəqin ki, baxanlar qardaşların arasında da olar da. Yəni bizim yaxınımız belə dayday mayday pulumuza heç kim yoxdur da biz özümüzük. Biz bu gün işləyirik. Mən qazanıram kamera alıram, bu qazanır maşın alır. Nəsə də yəni biz özümüz eləyirik bu əllərlə, beyinlə. O vaxtı belə oldu, iş də getdi, hər şey getdi. Yəni evimiz də yoxdur. Kirada qalırıq. Hava heç nə. Polna o məsələ. Allah. İndi bax. Peşkom gəzmə 50 qəpiyə ekonomiya. Yazılır gəlir bizdə Ariz var idi işləyir. Kommentariya yazıb YouTube-da. Ariz. Hə. Nə qədər desəm də həciyyə azdır. Məsəl üçün adama ləzzət edir. Bax belə insanlar da var, başa düşür də. Deyir ki, həcinin mənə bir qismi öyrətdiyi şeylə mən indi evimə 1500 evro pul göndərirəm. Xaricdə işləyir. Aşbazlıq öyrədir. Hə. Yəni belə şeylər də eləmişik. Mən çox insana aşbazlıq öyrətmişəm. Bu dəqiqə ki, o burada işləyirlər. Yəni görənlər girsinlər. Yəni addan seçmirəm. Yəni kimin üniversitesi yaza bilər ki də, yəni ona mən öyrətmişəm, ya buna mən öyrətmişəm. Mənəmlik eləmirəm, amma əlimdən nə gəlib günəcən düzgün yaşamışam. Hə, düzgün yaşamışam. Valla adım üçün yaşamışam. Mən əgər pul üçün yaşasaydım, bu dəqiqə mənim hər şeyim var idi. Mən hörmətim üçün, izzətim üçün, ailəmə təmiz çörək aparmaq üçün, dostlarımın yanında üzə ağ olmaq üçün yaşamışam.
Allahın rızasını qazanmaq üçün yaşamışam. Heç də dərdinizi danışdıq, danışdıq. Həci Pramoy şeydir, aratır da. Danışdı. Amma düzgün şeylər danışır da. Ha. Biz nə qədər getdik Həci? Qaza bastı ala, öyle çelipaxa kimi get. Onun üstündən keçir. Ha, bir də buna baxın, bir də qabağımıza baxın, yəni nədir? Ya, ayaqdan bunun dalınca düşür. Hala bir də Afqan elə də, bir də Bunu Afqan tavalıq, bunu Afqan eləmək qəbahət. Nədir? Qəbahət. Çəkindir də, bunu Afqan eləmək. Buna bax, yazılı Özdə Afqan ha. Yəni Afqan yox, Afqan. Köçmək, eləmək. Bayaqlar bu dil söhbət elədin, dil bilmək yaxşıdır. Orada bir-iki dənə qardaş var, yazıb ki, xahiş eləyirəm, ya rusca danışır, Azərbaycanca. Mən də bildirmək istəyirəm, qardaşlar. Əsas onu mən danışıram. Motor zırıldı. Tiptronik artıq. Tiptronik, hoppa, həzə tiptronik də var. Hə, karoçi. Mən Ruski sektora, mən Ukraynada təhsil almışam. Kiyevdə yaşamışam. Mən bəzi sözləri Azərbaycan dilində çətinlik çəkirəm. Ondan da əlavə ən əsası mən kəkəliyirəm. Danışanda hərdən bir bəlkə hiss edirsiniz. Belə elə bildə o maşın korobkası var. Yəni birinci skorası atırsan, ikinciyə getmir də. Yəni birdən üçə atıram. Orada da atanda rus dilində deməliyəm. Ona görə belə. Və üçüncü məsələ mənim xoşuma gəlir. Xahiş edirəm. Yazmayın. Yəni mən öz həyatını yaşayır. Mən Kiyevdə yaşamışam. Birisi orada, burada. Evdə də birisi rusla danışıblar. Həm də bu dili, rus dili mənə çox kömək edib mənim işimdə, mənim yəni inkişafımda. Ona görə qaqa, nağarım. Придется hərdən bir yəni eşitmək belə şeyləri. Придется, hə. Azərbaycanca придется yəni məcbursan, ya придется gərək. Hə? Hə, görsən bilmirik də qardaş. Tək ki bütün adamlarda yəni belə səhvlər olsun yəni. Mənə elə gəlir ki, siz bunu eşidəcəksiniz. Yəni Hə, bir də priziyatsız sözü gələn var. O elə insanlarda belə səhvlər olsun. Belə əxlaqsız olmasın, belə bir söz var, onu deyə bilmirəm, ictimaidir, cəmaat baxır. Pis hərəkətlər olmasın, alladma olmasın, yəni bilmirəm, mundarçılıq olmasın. Nə olar ki, hərdən bir kişinin haqqına girmək. Haqqa girmək olmasın. Hə. Durub baxırlar video deyirlər, buna bax, öz ailəsini çəkir. Ha, ged öz ailənlə məşğul ol. Ged arvadınla məşğul ol. Ged soruş necəsən. Ged anonla maraqlan. Ged gül bağışla. Ay ana, sevirəm səni. Ana, yəni bizim analarımız yoxdur. Durub yazıb bu uşaqlarına bax, belə eləyir. Ged hoppandalar. Ged həyatı yaşa. Elə vaxt tapır, elə yazır, knopkaları basır, elə gözləyir atveti. Danışdıqsan, səbirləşirsən, danışma, unut getsin. Elə kontentdir də səndəki, durub belə lom kimi danışaq, qaza bas. Şo, qardaşlar, başınızı qatdıq, beləs gəldik ucu hara? Neftçilərə, Həcinin meydanına. Bu istidə 2 dənə maşın var, 3 dənə maşın var, 3-4 dənə maşın var. Hoppa, parking. Qaroçi, Həcə, yoxlama eləyəcəm mən indi. Salam. Salam. Bax, şimdi əllərimiz an etdi. Obyekt, əhval-ruhiyyəsi necədir? Obyektin. Burada kim oturub su içir? Aha, aşıbqa. Bax, su içiblər qalıb burada. Bugün yoxlamadı ha kamerana. Yoxlayacaq hər şey. Salam əleykum. Şəkili qardaş. Buralıq elə bilbəz hazır deyil, hə? Hə, hazır deyil. Obyekt hazırdır. Ülvi! Obyekt hazırdır. Niyə? Oralar hazırdır. Kabinetdə. Ülvi! Hə, sən arma. Kontenerlər nöşyanır. Rasxod. Bu kontener nöşyanır. Aha, indi razborka olacaq. Qardaşlar, diqqətlə baxın.
Bu kondisionerini kim yandırır? Biz yandırmışıq gələcək. Gələn olsa kondisionerdə Mən düz deyir ha, düz deyir. havada. Düz deyir. İşte o. Düz deyir. Söz. Baxın. Sənə nə qalış. Bəxtin gətirdi. Nə? Bu bayrağı Hasan o süfrələr nədir qalıb orada? O süfrələr vurulacaq stulların üstünə. Tofiqin suallarına cavab versinlər. Gör nə Ə çox şey eləmir. Hava istidir. Hava. suallar Elvi varsa verə qardaşımızın Burada da bir gün banket var, Tofiq prezident işi yaxşıdır. Burada səhərindir, kondisioner işləyir. Havalansın. Birazdan bağlayacağıq, söndürəcəyik. Sebab uyudub söndürdük. Sonra ikisini Banketə 1 saat qalmış, ikisini də yandıracağıq. Yaxşı verir. Elə edin ki, qazandığımızı işıq puluya, su puluya zada verək. Yaxşı. Hara ki, obyektə çox ilişməyək. Çünki hava istidir. Bayırda olsa oturan yox. Nə? Əlini. Hansı əlinə? Bizim əli. Şey, Reklam helal da. için Cəlal da. Hadi gəldi də. Gəldi. Kimsən? Siz o reklam eləyənsiniz də gəl aldı, hə? Reklam etmək lazım idi. Yox. Sən bu atqı ilə yatırsan? Yatanda yox. Siz nə şəkil çəkdirmək var? Yox, pulum var. Siz çox yaraşıqlısınız. Sönanı. Muskullar. Özü belə yaxından. Reklamla rolikə başlayır. O tərəfə, bu tərəfə. Tofiqdir bu. Hə, Tanıyır. salam əleykum. Hamısı o şu Tofiqin üzünü göstər. Ərəb YouTube-da görüblər, TikTok-da görmürlər. Yox, şəkilini satıb qəm qabıyor. Qardaş, mənim vaxtım puldur. Tez eləyin daha. Gör sizdə vergilər. Dövlət qurumları. Bunun dəqiqəsi puldur. Qardaşım, Mən həzin burada vaxtı puldur. səhərdən axşama da əziyyət çəkirəm. Bu pulun üzünü görmürəm. Buradan o tərəfə. Güc. Bu sən nə istəyirsən? Boğazı təmizlə. Mən də təmizlə, sən nə istəyirsən? Gedir bir Dəqiqən puldur, çox danışmır. Hazırsınız? Mən Hə. oxuyacağam. Oxu. Hə, okey. Hamısını oxu. Çox oxu. Hazırsınız? Bəli. Həzi, bax burada yazıblar ki, həzi zəif deyəndə nə demək istəyirsən? Yəni o bir obyekt üçün. Geniş Yəni gedir. təzədən şey eləyək. Evet. Sırazu bildir. Nə 8 noyabr bağlamısan, o barədə yazıblar. Sırası. Okey, yaxşı. Özü öyle oxu. Okey, yaxşı. Həci burada yazıblar, həci. Sırazu. Okey. Burada yazıblar o obyekti bağlamısan, o barədə. Okey, хорошо. Kurçokata. Bəli. 8 noyabrda bağlamısan, kommentariya yazıblar, oxuyacağam. Həzi işlər zəif deyəndə nə demək istəyirsən ki? Geniş yer, orada da geniş idi da. Nə boyda həyəti var idi, kabinetləri var idi. Sən necə bilgi istəyirsən ki? Oranı bağlamağımın səbəbi birinci bu da, zarafat edirəm. Bax, mən bax, geniş yer belə bir şey deyirəm. Bax, bura ailəvi olsun, ora kişilər üçün. Bax, ən azından heç olmasa bu boyda parkovkası olsun. Bax, bu belə bir parkovka satıb zaman gələndə rahat satsın. Başa düşdün? Biraz da əli məndən uzaq olsun. Gəl orada dediyi anladım. Ha, bebi harda olacaq? Biri burada olacaq. İndi rayonda da istirahətdədir, gələcək. Özü də ki, həzi hansı bir obyektə gedirsə, o obyektin qiyməti sama-saba qalxır. Onun üçün də kimin təklifi varsa, həzi bütün təklifləri açıqdır. Obyektlərinizi belə pis çıxmasın. Belə bir şey olsun, belə obyekt Belə bir olsun. obyekt olsun, obyektivdə bütün Bakı tanıyacaq da bizim reklamlarımızda. Tofiq çəkir. Yəni hazır obyekt, remontu zadı olsun. remont zad eləməyəcəm. Hə, Daha hə, yox, hə, pul hə. xərcləməyəcəm. Özü də. Kardı yoxdur. Bir sözlə, həzi meydanda gəl ye də. Qulluğunuzdayıq. Bax, sən də da. Sən də. Söndür, Sən nə istəyirsən, sən də söndür. Yox, sən də. Davam elə. Adi bir rolik çəkdim. Mazgımı xərab etdim. İkisini də apart. Tulla. Kişi səskəlliyə gedib gəlmək ondan yaxşıdır. Şey demişsən, mənim bir qohumum gedib əsgərliyə. Demişkən Allah yox, yolunu demişkən. şinavan desin. Həli Allah Yolun yolunu açıq açıq etsin. versin. Demişkən, hə, Tofiq, demişkən. 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 Yox, kən. Hə, sənin var sən. Neyniyə? Gediri seç bir də. Rasisk oğlan. Hadi. Priветствую. Как Bizim вас дела? çayçımızdır. Həmişə istəyib yuxarılardan səsi gəlsin. Xəbəri yoxdur ki, oranı deməyiblər, yuxarılar. O da yuxarıya qalxıb oradan qarşı. Zamada gülürsən, O həzi. yıxıldı, o. Ay gördün. Oha, nə oldu? Hə, zamada gülürsən, həzi. Elə oldu, indi. Ha. Görürsünüz də vergilər zətdən. Bil. Bu mənə bir şey. Mənə deyir ki, mənim dəqiqəm puldur. Hələ söz demədim. Gör, bu dənə bir gün 24 saatda neçə dəqiqə var? 24-ü vur 60-a, nə qədər eləyir? Can sahib. 120, o da 240.
O da yanda. Ay. Burada getdi. Görmü o hər dəqiqəsi, Ha, mən sən 1 sizə manat zaten olsa, 1 manat olsa, bu 1 saata 60 manat, 10 saata 600 manat, 20 saata 1200 manat. Dəqiqəsi 1 manat olsun. Boş-boş mənlə nəfəs itirməzsən. Amma bu dəqiqə son qəpik qazanmır, bədbaxt. Nə oxuyurdun? Durnalar bizə, sizdən belə mahnı eşidir. Dostlar, bu günə like qoymağı yaddan çıxartmayın. Kommentə nəsə yazın. Patpiska da olmağı da yaddan. olun. Həcə ürək sözləri. Allah ömrünüzə bərəkət versin. Əli, ürək sözləri. Allah köməyiniz olsun. Dostlar, mən də sizi sevirəm. Like eləyirsiniz, baxırsınız. Sağ ol. O izimsə. Hoppa, Sağ rus salamat. yazışını həcə. Üvidimsə. Sağ salamat, sağ salamat.